Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Sizlərə Xırdalanda Heydər Əliyev prospektində təzə və təzə və köhnə bazara tam piyada məsafəsində sizlərə kompleks şəkildə bir binadan çoxmərtəbəli binanın 7-ci mərtəbəsindən tam təmirli 3 otağa düzəlmə, içi dolu əşyalar ilə birlikdə mənzil sizlərə çəkib təqdim edirəm. Təqdimatımızı başladım evimizin qonaq otaq hissəsindən. Dəyərli izləyicilər, gördüyünüz kimi bura evimizin qonaq otaq hissəmizdir. Mənzilimiz də ipotekaya yararlı bir mənzildir. Sənəd çıxarışdır, kupçamız var. Döşəmə hissəsi mənzildə opşu döşəmə hissəsi parketdir və belə bir geniş sizlərə qonaq otağımızı təklif edirəm və qonaq otağından da başda yerləşir dəyərli izləyicilər. Mətbəximizə keçid. Baxın, burada da yerləşir evimizin mətbəx otağımız. Evimizdə istilik sistemləri kombidir, işlək vəziyyətdədir və bütün otaqların radiatorları hamısı var, quraşdırılıb, tam təchizatlıdır. Mənzilə dair bütün kommunallar mövcuddur, qaz, su, işıq daim fasiləsizdir. Baxın, burada da yerləşir evimizin foyer hissəsi, dəhliz hissəsi. Geniş ölçüdə də dəhlizimiz var və orada da yerləşir evimizin çöl-giriş qapısı. Mənzilə buradan daxil olursunuz və sizlərə keçid alırıq evimizin yataq otaqlarını təqdim edeyim. Baxın, burada da yerləşir evimizin uşaq yataq otağı, ölçüləri çox genişdir. Gördüyünüz mənzildə bütün əşyalar hamısı qalacaq. Burada girişdə belə bir prixoja var. Burada da yerləşir evimizin valideyn yataq otağımız. Gördüyünüz kimi həddindən artıq çox böyükdür və buradan da geniş eyvanımız var, eyvan hissəsi və ev sahibi artıq əşyaları eyvana yığıbdır. Eyvanı həddindən artıq çox böyükdür. Qapılar da gördüyünüz kimi şəbəkə qapılardır. Burada da yerləşir evimizin ümumi sanuzeli. Dəyərli izləyicilər, sizlərə çatdırım ki, evimizin ümumi sahəsi 100 kvadrat metrdir. Qiymət, start qiymət 165.000 manat. Binamızın 2 geniş müasir sürətli lifti, yeraltı, yerüstü avtomobil dayanacağı mövcuddur dəyərli izləyicilər. Əlaqə nömrəm 077 717 91 90 və 077 717 91 99 nömrəsindən əlaqə saxlaya bilərsiniz. Geniş informasiya əldə edə bilərsiniz. Bu günə bu qədər. Sağ olun, salamat qalın.